İtalyan moda dizayneri Massimo Dutti adlı bir kəs əslində yoxdur. Massimo Dutti hətta real şəxs də deyil. Əslində, bu sadəcə sürətli modada İtalyan lüksü illüziyasını yaradan bir ticarət markasıdır. Nə bir Massimo, nə Toskanada bir emalatxana, nə də İtalyan dərzilik ənənəsi ilə bir əlaqəsi var. Bu marka Zara'nın da sahibi olan İspan moda nəhəngi Inditex'ə məxsusdur. Məhz bu, İtalyan tərzinin lüksünün və sənətkarlığının cəlbediciliyindən istifadə edərək, istehlakçıda bunun İtalyan markası olması qənaətini yaradan şuurlu brending strategiyasıdır. Bu marka uzunömürlü parçalar yaratmağa deyil, daha çox satmağa əsaslanır. Həqiqi lüks brendlər isə köklü mirasa, sənətkarlıq ustalığına və zamana sinə gərən məhsullara əsaslanır. Massimo Dutti'nin təqdim etdiyi isə sadəcə bu keyfiyyətlərin bir görüntüsüdür. Bu, bir markanın əsl mirası olmasa belə, doğru hekayə, estetika və qavrayışın idarə edilməsi ilə lüks hissi yarada biləcəyini göstərir. Daha çox brending məsləhətləri üçün bizi izləyin.